İndi keçirik Lerikə. Lerikdə taxıl biçini mövsümündə havanın əlverişsiz olmasından biçinə gec başlayıblar, məcbur. Rayonun relyefində nəzərə alanda yüksək dağlıq ərazilərdə əkilən taxılın biçilməsi üçün yeni nəsil dağ kombaynlarının az olması da prosesi gecikdirir. Qeyri-sabit keçən hava şəraiti taxıl biçinini yubatmaqla yanaşı məhsuldarlığı da tonlarla aşağı salır. Lerik rayonunun hazırda relyefi çətin olan dağətəyi ərazilərində taxıl biçini dağ kombaynları vasitəsilə aparılır. Yeni nəsil dağ kombaynları çox olarsa rayonda biçin işləri daha sürətli şəkildə aparıla bilər. Bu il yağıntılar çox oldu. 8-10 gün taxıl yığımı bizdə gecikdi. Bu kombaynla 2 dənə olsa, yəni 2 günə yığmaq olar bizim ərazini. Yəni birinə, yəni 75-80 hektar biz əkin əkirik. Alaq otlar da qalxdı, bu da taxılın inkişafına deməli mənfi təsir göstərir. Bu il ona görədir ki, taxıllar biraz keçən il nisbətən biraz fərqli var. Keçən il yaxşı idi. Keçən il 4 hektar deməli 50 sotdan mən götürdüm 20 ton. Lerik rayonunda nisbətən hamar ərazilərdə ənənəvi kombaynlarla taxıl biçini həyata keçirilir. Amma daha çox yüksək dağ relyefində əkilən taxılın biçilməsi üçün ixtisaslaşdırılmış dağ kombaynlarına ehtiyac duyulur ki, bu da hektarlarla ərazidə yetişdirilən taxılın yığılması üçün azlıq təşkil edir. Rayon ərazisinin əsasən nahamar olması işimizi biraz çətinləşdirir. Çünki digər əraziləri Niva və SK kombaynları biçirlər. Amma əsasən dağlıq ərazilərdə, xüsusilə də relyefi pis olan ərazilərdə biz məcbur oluruq ki, yalnız və yalnız New Holland dağ kombaynları işləsinlər. Lerik rayonunda çox kəndlər var. Hamısı istəyir ki, tez taxılın biçsin. Tez taxıl biçilməsi də mümkün deyil. Bu kəndin yerini biçib, o biri kəndə sıra ilə bu qaydada, qrafika ilə gedirik. Bizdə olsa, məsəl üçün 6-7 kombayn olsa, rahat şəkildə Lerikin, məsəl üçün, 2 tərəfindən biçim başlayır. Lənkəran tərəfdən, Yamasallı tərəfdən başlayır. O qaydada, belə deyək də, o daha rahat olur. Bir müddət havaların da qeyri-sabit keçməsi və yağıntılardan sonra əksər ərazilərdə taxılın eyni vaxtda yetişməsi də texnika çatışmazlığına səbəb olur. Ümumilikdə 3359 hektarda payızlıq taxıl əkini aparılıb. Bunun 3183 hektarı buğda, 126 hektarı arpa, 50 hektarı isə çovdardır.